Rusiyaya ağır zərbələr başladı. Neft zavodu, radar stansiyası və hərbi yük qatarı vuruldu. Təcili xəbər. Ukrayna Müdafiə Qüvvələri Ryazan neft emalı zavoduna, Neba-U radar stansiyasına, Rusiya hərbi qatarına və Rusiya Silahlı Qüvvələrinin canlı qüvvəsinin cəmləşdiyi əraziyə zərbələr indirib. Müsavat xəbər verir ki, Ukrayna mediası bu barədə Silahlı Qüvvələrin baş qərargahına istinadən belə bir məlumat yayıb. Qeyd edək ki, zavod ildə orta hesabla 840 min ton markalı aviasiya kerosini istehsal edir ki, bu da Rusiya Hava Kosmik Qüvvələri tərəfindən istifadə edilir. Baş qərargahın digər məlumatına görə obyektin ərazisində partlayışlar və ciddi yanğınlar qeydə alınıb. Bundan başqa, Ukrayna qüvvələri Krımda Rusiyanın əsas radiolokasiya sistemlərindən biri olan Neba-U stansiyasını məhv edib. Həmçinin Zaporojye vilayətinin Tokmak bölgəsində Rusiya hərbi qatarı da vurulub. Xarkov vilayətinin Volçansk yaxınlığında isə Rusiya canlı qüvvəsinin cəmləşdiyi ərazi hədəf alınıb. İtkilərlə bağlı məlumatlar dəqiqləşdirilir. Baş qərargah onda vurğulayıb ki, müdafiə qüvvələri Rus hərbi birləşmələrinin hərbi, iqtisadi və hücum potensialını zəiflətmək üçün bütün tədbirləri davam etdirir. Dəyərli izləyicilər, hər birinizdən xahiş edirik, videonu bəyənib paylaşmağı, kanalımıza abunə olmağı unutmayın.